Salam hörmətli Neftçi TV izləyiciləri. Neftçi Futbol Mərkəzindən hər birinizi salamlayıram. Bugün AFFA U13 liqasında Neftçi Qarabağla üz-üzə gəlir. Fit səslənir və maç başladı. Uğurlar Neftçi. Hüseyn Əliyev geriyə. İndi Əkbər Nağıyev. Əkbər irəliləyir Nağıyev. Sol cəhətdən Əkbər yayında rəqibindən ötürmə qapı qarşıda. Zərbə və gol! Hacı Murad Abışov. Neftçi hesab açır 17-ci dəqiqədə. 17 nömrəli oyuncu Hacı Murad Abışov. Sol cəhətdən Əkbər əla gəldi. Kapitan yaxşı irəlilədi. Ötürməsini etdi qapı qarşısına və Hacı Murad. Hüseyn Abdullazadə keçdi rəqibini Hüseyn. Qayda pozulmuş ona qarşı sarı vərəqə. İkinci sarı vərəqə göstərilir. Zəfər İbrahim. Və Qarabağ komandası azlıqda qalır. 19-cu dəqiqədə Zəfər İbrahim qırmızı vərəqə ilə cəzalandırılır. Burada Hüseyn Abdullazadəyə qarşı qaydanı pozdu. İlk sarı vərəqəsi isə Onurla epizoddaydı. Onur Əmirzadəyə qarşı qaydanı pozduğu epizodda sarı vərəqə almışdı Zəfər. Və 30 dəqiqə tamamlanan kimi İlk hissə yekunlaşır Neftçi Qarabağ maçında. Fit səslənir və ikinci hissə başladı. Neftçiyə bir daha uğurlar. Fit səslənir. Əkbər Nağıyev və gol! 2-0 olur hesab. Əkbər Nağıyev. Neftçinin üstünlüyü 2 topa çatır. Ötürmə cərimə meydançasına Yusif topu götürür və maçın final fiti səslənir. 4-də 1 final mərhələsi. İlk oyunda Neftçi Qarabağ maçında komandamız qələbə qazanır. 2-0 hesabı ilə Qarabağı məğlub edir və cavab oyununa üstün tərəf olaraq yollanır.